Bismillahirrahmanirrahim, hörmətli müsəlmanlar, hər birinizi Allahın salamıyla salamlayıram. Bir xatırlatma etmək istərdim. Bu xatırlatma nədən ibarətdir? Qurban kəsdikdə çalışın Allah rızası üçün kəsin. Kiməsə görə, nəyəsə görə kəsməyin. Qurban kəsməmişdən öncə biraz düşünün. 1 dəqiqə, 2 dəqiqə, bir çəkilin qırağa. Niyyətinizi təzəliyin. Niyyətinizə çəki düzən verin. Deyin ki, Allahım, bu qurbanı mən yalnız və yalnız sənin rızan üçün kəsirəm. Kiməsə görə, nəyəsə görə, kiminsə adına görə yox. Yalnız sənə görə. Yalnız bu zaman bir müsəlmanın qurbanı qəbul ola bilir. Uca Allah Quran-ı Kərimdə buyurur, Bismillahirrahmanirrahim. Lən yenələllaha luhumuha və la dimauha, və lakin yenəluhu təqva minkum. Bilin ki, kəsdiyiniz heyvanların nə ətləri, nə də qanları Allaha çatmaz. وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ. Yalnız Allaha çatan sizin təqvanızdır, sizin niyyətinizdir. Allah üçün olunan əməldir. Və bu Allah üçün olunan əməl nə qədər təmiz və pak olarsa, o qədər də Allah yanında dəyərli olar. Ona görə qurbanı kəsməmişdən öncə biraz gözlə, niyyətini düzəlt, içində hər hansı bir hisslər varsa, hər hansı başqa bir fikirlər varsa onları dəf et və səmimi olaraq içindən də, dilindən də de ki, Allahım, bunu yalnız və yalnız sənə görə kəsəcəm.